Salam aleyküm Elnur kardeş. Hoş gördük. Bu ne güzel tesadüftür. Sağ ol kardeş. Hoş geldin. Deyirəm, bugün əziz günündə sınavı qədər. Bəli, bəli. İnsan üçün dəyərli biri başımızın üstündədir bayrağımız. Bir də vətənimiz. Qardaş, bundan əziz gün olanmaz. Vətənimizi ziyarət edirik, bayrağımız da başımızın üstündə. Şükür bu günlərimizə. Şükür kardeş. Allah canınızı sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Allah şəhidlərimizə rəhmət eləsin. Elə sizi kimi oğlanların əziyyətləri, sayələri nəticəsində bax bu gözəl torpaqlarımıza Hamımızın bütün biz vətənimiz. qovuşmuşuq. Tarixi torpaqlarımıza, məkanlarımıza qovuşmuşuq. Değerli dağda fikir versən, elə bir ki bizim kəndimizin, tək bizim kəndimizin yox, bu zonanın bir möhürdür. Elnur, Ən uzaq yerdən baxanda belə istiqamət verir adama ki, bura hara. sən bütün əraziləri tanıyırsan da. Yerlitay Şuşadan da görünür. Həm Şuşanın, Xankəndinin, bütün Qarabağın Meydandan baxmışam, eyni gözəllikdə görünür. Qaracavdan, oradan Qırqızın bəlizlərindən. Yəni hər yerdən bir istiqamət verir. Ölür kimi. bu Kosalar həqiqətən strateji bir yerdir. Kosalar əvvəlki müharibədə də mənfur düşmənlərə lazımi sözünü də deyibdi. İndi şükürlər olsun bu torpaqlara sahib çıxmışıq. Elə yeri gəlmişkən bizdən böyük nəsillər, böyüklər, Kosaların Kosalar olmasında əziyyəti olan, qürur duyduğumuz o şəxslərin hamısını burada anırıq. Allah şəhidlərimizə rəhmət eləsin. Amin, amin. Buranın uğrunda əziyyət çəkən, sağlamlığın verən, hamısına Allah uzun ömür versin. Yaxşı həyat qismət eləsin. Qürurlanı və kəndimizin adını ölkəmizdə rahat deyirik, qürurla deyirik. Şükür Çox çox sağ olun, var olun. Bir daha ordumuzun bütün mənsublarına biz təşəkkür edirik. Allah ordumuzu qorusun, dövlətimizi qorusun. Düzdür, Kosalardan qabaq Xocalı yerlə yeksən olmuşdu, amma bütün Qarabağın işğal olunması da Kosalardan başladı. Yəni Kosalardan başladı. Şuşanın getməsindən bir gün sonra da Kosalar çıxmışdı. Və hər şeyin o anda bitdiğini biz bilirdik, amma tarix gəldi. Ədalət Bərpa olundu. Həqiqətən Elnur, tiklərim biz adam oldu. Sən biz sözü yaşıdıq boşuna da, olmur. biz yaşıdıq. Bizim yadımızdadır. Bax, o Yerlitaydan sizin də evinizdən həmin prosesi izləmisiniz. Güllə yağışları üzü yenişə gedirdi. O hissədə təxminən Üzü oca baxan evlərdə arxa otaqlarda Ha, yatırdılar ki, gör. güllə gəlib dəysə nəsə bir zərər olmasın. Yəni insanlar da qəbullanmışdı. Heç Ha. kim evindən çıxmaq istəmirdi. bizim tarixi torpaqlarımızda, Xankəndidə dilənçi kimi, didərgin kimi gəlib özünə yer tapan, yurt tapan ermənilər sonradan bizə düşmən qənim kəsildilər. Təxminən o hissədə onlar öz mövqelərini, postlarını qurmuşdular. Bax bu yüksəkliklərdə, Kosaların dörd bir yanında olan yüksəkliklərdə bizim postlar var idi, bizim böyüklər, ağsaqqallar var idi. Döyüşçülərimiz var idi. Azərbaycanın özünü müdafiə edən bir batalyonu da Kosalarda bizə dəstək üçün Gəncədən, Azərbaycanın bütün yerlərindən gəlmişdi. Gəncə, Yevlax, Şəki, Allah hamısına oradan gəlib burada şəhid olan qardaşlara rəhmət eləsin. Amin, amin. Sonraki döyüşdə də Elnur tarix yazdınız. Bütün dövlətimiz, ordumuz hamısı əl-ələ böyük bir tarix yazıldı da. Yəni son 300-500 il əvvələ qədər bizim qisasımız alınmamışdı, amma qisasımız alındı. Şükürlər olsun. Elnur, bir daha gəzməkdə, bir daha Sağ ol qardaş, sizin xoş təsadüfdür. ordu günü də dedik də hələ. Hə. Sizin də hər gün ordu gününüzdür, bizim də ordu günümüzdür. Silahlı qüvvələrin bütün əməkdaşlarının, bütün ordu birləşmələrinin hamısının bayramı mübarək olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Amin, Ali amin. Baş Komandandan ən sıravi əskərə qədər, vətəndaşa qədər. Biz əynimizdə bülkü forma olsa da sən də mən də hamımız vətənin əskəriyik. Əlbəttə ki. Hamımızın bayramı əlbəttə ki. mübarək olsun. Bir Rəbbimiz bilir ki, gözümüzü qırpmadan canımızı bu torpaqlar uğrunda verməyə hazırıq. Bu günlərdə ürəklə, sevgi ilə və buralardayıq. Biz heç ara getmirik. Biz Kosalardayıq, biz Xocaldayıq. Xan müəllimin tanıyırsan. O Hə. qardaşı oğlu 2016 döyüşlərində iştirak etmişdi. Yanına gedəndə o qədər gözəl bir söz demişdi. Ləzzət elədi. Dedik vəziyyət nətərdir, işlər nətərdir, deyir heç də biz vətəni qoruruq, vətən torpağı da bizi qoruyur. Yəni səngərdə. İndi qardaş biz vətənimizə sahib çıxmalıyıq, onu qorumalıyıq, lazım olanda o da bizi qoruyur. Allah vətənimizə Çox sağ olun Elnur qardaş. Nə yaxşı varsınız, nə yaxşı sağ salamat evinizdə, ailənizdə.
qayıtdınız. Nə deyək, belə gözəl günlərimiz çox olsun. Şükür bu günümüzə. Şükür, şükür.